qardaşıma olan hörmətimi, qardaşıma olan bağlılığımı yaşatmaq üçün övladıma öz qardaşımın adını qoydum. Bu gün üçün də mən çox xoşbəxtəm bu mənada ki, yəni evə girəndə qardaşımın adı ilə mən övladımı çağırıram. Yəni bir tərəfdən onun mənə reaksiyası, bir tərəfdən xoş təəssürat yaratsa belə, bir tərəfdən də qırıqlıq bir his yaradır məndə. Bu mənim həm atam, həm anam üçün də belədir ki, İbrahim deyə səsləndirən vaxtı baxmayaraq ki, reaksiya verir. İstər sevinclə, yəni kədərin necə bir anda yaşandığını onlardan görə bilərsiniz. Ümid edirəm ki, Allah Teala bizə bəxş elədiyi ömrü qardaşımızı tanıtmaqla və övladımızın əmisinin necə böyük ürəyə sahib olduğunu, necə vətənini sevdiyini, ona bağlı olduğunu ona bildirərək yaşatmaq istəyirik, böyütmək istəyirik. Bizim məqsədimiz odur.